Herkese anlasında kanalıma videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Video için search'ten ve kanala destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Hem için dostlar Telegram kanalımıza her birinizi gözlerim. Burada terimler ve kriptovalyutalar hakkında şahsana azderme alış satış seviyeleri həmçinin səhimləri aldığım ve sattığım səhimləri paylaşıram. Daha doğrusu aldığım səhimləri paylaşıram. Ve müzakere grubunda da bunları müzakere edebiliriz. Suallar verebilirsiniz. E, Müzakere edebiliriz hər hansısa bir səhim hakkında, ümumi bazar hakkında. Yəni hər cürə dəstək ala bilərsiniz. Həmçinin buradakı digər üzvlərimizlə də səhmlər barəsində müzakirələr edə bilərsiniz. Hər birinizi gözləyirəm. Linkli şərhlərdə olacaq. Gəlin video keçək. Dostlar, bugünkü videoda sizlərlə deməli bazarda yeni sahə olan, həm nə mənada yeni sahə, əslində yeni sahə deyil, lakin yeni populyarlaşmış sahədir. Həmçinin bazarlara, birjalara girən yeni texnologiyalardan istifadə edilən bir sektordan danışacağım ki, nüvə sektoru, nüvə enerji istehsalı sektorundan söhbət gedir. Nüvə sektoru yeni sahə deyil, təbii olaraq 20-ci əsrdə yaranmış sahədir. Amma ki, dostlar, burada bir məsələ var. Hal-hazırda enerjisi, nüvə enerji istehsalı və bu kimi bu sektorda olan şirkətlər artıq rəğbət görməyə başlayıblar. Niyə? Bugün bundan danışacağıq və bu sektorda olan şirkətlərin niyə önəmli olduğundan danışacağıq dostlar. Nümunə olaraq bazara New York birjasına yeni girən Standard Nuclear şirkətindən danışacağım. Deməli dostlar, bu danışdığım alış tövsiyəsi deyil təbii olaraq. Yəni videonun sonuna qədər izləyin ki, sonradan alış edib deməyəsiniz ki, bu şirkəti belə təriflədim falan, belə dedim, biz buna görə alış etdik. Bu səhm tanıtım videosu deyil. Sadəcə olaraq sizdə bazarda yatırım edənlər üçün yeni sektorda haqqında məlumat verəcəm. Deməli dostlar, nüvə sektoru niyə önəmlidir? Burada məsələn bu şirkət haqqında qeyd etmişəm. Məsələn bu standart nükleer şirkəti Uran şirkəti deyil. Əsas biznesi triso yanacağıdır. Triso yanacağı həmçinin nüvə yanacağı da deyə bilərik. Triso yanacağı SMR-lər, mikroreaktorlar, müdafiə və təhlükəsizlik sistemləri və layihələri, həmçinin potensial kosmik enerji sistemləri üçün yanacaq istehsal edir bu kimi şirkətlər. Gördüyünüz kimi çox önəmli sektorları demək olar təmin edən bir deməli sektordur, bir fəaliyyət növüdür, bir istehsal növüdür. Həmçinin bir yanacaqdır, triso yanacağı və bu şirkət bu triso yanacağını istehsal edir və həmçinin də gördüyünüz kimi ABŞ-da son vaxtlar buna görə sektoru belə tərifləyirəm ki, ABŞ-da Trump administrasiyası, həmçinin yeni hökumətlər həm ABŞ, həm Avropada nüvə yanacağını yaşıl enerjidən daha ön plana çıxartmağa başlayıblar. Səbəbi nədir? İlk olaraq deyim ki, dostlar, hal-hazırda demək olar, məsəl üçün Azərbaycanda külək türbinlərinə önəm verildiyi halda, ABŞ-da əsasən məsəl üçün yaşıl enerji növü olan külək türbinlərinə deməli pay azaldılmağa çalışır bazarda. Bazarda iki əsas enerji mənbəyi günəş panelləri, yəni günəş enerjisi və ikinci olaraq nüvə enerjisi sərfəli hesab olunur və ona görə ABŞ-da və Avropada əsasən bunlar təbliğ olunur. Ona görə də dostlar trendlərlə getmək lazımdır deyə bu gün bundan danışıram və bu sektorda indi və gələcəkdə bu sektorda olan şirkətlər çox böyük gəlirlər qazanacaqlar və çox böyük partlayışlar edəcəklər. Bunun səbəbi nədir? Bunun səbəbi budur ki, gördüyünüz bu sektorlar var ki, çip istehsalı, müdafiə sənayesi, təhlükəsizlik sənayesi, kiber təhlükəsizlik layihələri, kosmik enerji sistemləri, bunların hər birini nüvə enerji layihələri ilə, şirkətləri ilə buradan əldə olunacaq enerji ilə təmin olunacaq bu saydığım şirkətlər. Və gördüyünüz kimi bu şirkətin də haqqında biraz məlumat verim. Deməli gəlirləri 2025-ci ilin 1-ci rübün $377.000 idisə, 26-cı ildə 57% artıb. Bu möhtəşəm nəticədir bir il ərzində. Ya, bir il ərzində enerji şirkətinin bu qədər gəlirinin artması bu sektorun həqiqətən də partlamağa hazır bomba olduğu görünür yəni bu gəlir artımından. Və gördüyünüz kimi bazar kapitallaşması 1,2 milyard dollar. Çox böyük bir kapitallaşmadan söhbət gedir gəlirlərinə nisbətən. Burada da qeyd etmişəm. Price to sale, yəni satış başına səhim dəyəri, səhim qiyməti yüksəkdir. Niyə? Çünki gəlirləri məsəl üçün $500.000-dır, amma kapitallaşması 1,2 milyard dollardır. Yəni milyon dollar belə gəliri yoxdur bu şirkətin, amma kapitallaşması milyard dollardan yüksəkdir.
və mənfəət də əldə etmirlər. Amma dediyim kimi dostlar, bu şirkət və bunun kimi şirkətlər ümumiyyətlə dediyim kimi yatırım tövsiyəsi deyil, lakin biz gələcəyə baxırıq şirkətlərə yatırım edərkən, hekayəyə baxırıq, fəaliyyətə baxırıq. Bu fəaliyyət gələcəyə satın alırsa, deməli biz də gələcəyi satın almaq üçün yatırım edirik təbii olaraq. Bu gün qalxsın deyə bir səhmə yatırım etmirik hər halda. Yəni məsələn day trading məşğul olanlar ola bilər bu gündən. Amma onlar da yəni hardasa gələcəklə demək olar. Çünki ön saatlara oynayırlar. Biz də biraz daha bir neçə aya, ilə, günə, həftəyə oynaya bilirik. Burada gördüyünüz kimi əsas məsələ burada başlayıcı qiyməti yalnız bugünkü maliyyə göstəricini hesablamaq düzgün deyil. Niyə? Çünki gələcəyə hesablanaraq kapitallaşıb milyard dollardan çox. ABŞ-da bayaq da dediyim kimi bu layihələr nüvə enerjisi, nüvə reaktoru, bu kimi enerji sahələrinin layihələrinin sayı artır. Və həmin reaktorlarda yanacağa ehtiyacı olacaq. Yəni çip istehsalı, süni intellekt mərkəzləri, həmçinin digər, yəni bu kimi təhlükəsizliklə bağlı data mərkəzləri və sair bunların hamısının enerjiyə ehtiyacı var və bu enerji tələbi gələcəkdə çox sürətli şəkildə artacaq. Bu kimi nüvə enerji istehsalı şirkətlər çox deməli düzdür, tikintisi çox başa gəlir, lakin bu şirkətlərin enerji təminatı həm yaşıl enerjidən, həm də bildiyimiz klassik, yəni neftlə, qazla, kömürlə işləyən yanacaq istehsalı müəssisələrindən qat-qat daha artıqdır bu şirkətlərin enerji təminatı. İPO-dan gələn pul 150 milyon dollarlıq vəsait cəlb edib və cəmi hal-hazırda 10 milyon bazara buraxıblar. Bu çox aşağı həddir həqiqətən bazara görə. Ona görə dəyəri 8 dollardır. Düz 37% dəyər itirib. Lakin daha çox da itirə bilərdi. Yəni səhmi azdır deyə bu qədər itirib. Yəni belə baxanda SpaceX 50%-dən çox dəyər itirmişdi. Qarşısında ən böyük problemlərindən biri hal-hazırda pul bitəcək söhbətdə. Lakin dediyim kimi Trump administrasiyası və Trumpı da qoyun qırağa, ABŞ və Avropa hal-hazırda nüvə layihələrini dəstəkləyir və bu kimi layihələr administrasiyadan bağlı olmayaraq sektorlara və gələcəyə təminat üçün dəstəklənir. Bugünkü video bu qədər idi dostlar. Ümid edirəm maraqlı oldu. Yəni bugün neçə standart nüvələr şirkətdən danışdıq. Amma istəsəniz, yəni burada da məsəl üçün bu bölməyə daxil olub buradakı şirkətlər də hardasa, yəni oxşar şirkətlərdir. Yəni bunların da içində nüvə deməli enerjisi və yaxud buna uyğun yəni texnologiyalarla, enerjilərlə istehsal edən fəaliyyət göstərən şirkətlər var. Belə də araşdıra bilərsiniz və yaxud süni intellektdə də vura bilərsiniz. Çünki video bu qədər idi dostlar. Ümid edirəm maraqlı oldu. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.